Buyurun, sual 1'ə baxaq. Zehni inkişafın bu mərhələsində uşaqların ətrafdakılara, əşyalara reaksiyası reflekslərlə müəyyənləşir. Yəni uşaqlar düşünmədən bir şeyə reaksiya verirlər. A bəndi. Konkret əməli mərhələ, formal əməli mərhələ, hissi, Variantları oxumayın. hərəkət. Mərhələləri soruşurdu. Hansısa bir mərhələdir. Buyurun. Aha. Niyə heç əziyyət çəkib mərhələ adlarını oxuyursunuz? Bu ilk hissi hərəki mərhələdə ola bilər bu. Uşaqların düşünmədən bir şeyə reaksiya verməsi. Yəni düşünmürlər də. Demək, düşünmədən sözünə görə. Refleks sözü burada açar sözdür. Refleks, bəli. Şərti reflekslərlə də. Bəli. Reflekslərlə öyrənmə, düşünmədən reaksiya vermə, yəni düşüncə yoxdur. Hansı mərhələ? C variantı. Hissi hərəkət mərhələ, bəli. 2-yə baxaq. Uyğun olanı seçin. Aha. Xüsusi təcrübədən ümumi prinsiplər çıxarır. Real əşyalar və hadisələr üzərində əməliyyatlar apara bilir. A variantı. Real əşyalar və hadisələr üzərində əməliyyatlar apara bilirsə, bu artıq formal əməli mərhələ ola bilər, düşünürəm. Yox. Xüsusidən ümumiyə. Hə, xüsusidən ümumiyə. Aha, Xüsusidən ümumiyə nədir? İnduktivdir. İnduktiv də konkret əməlidədir. Bəli, induktiv mərhələ konkret əməli mərhələnindir. Uşaq əlində Gözləyin, yox, onlar eyni şeylərdir. Biraz şeylər oxuyacağıq sizinlə. 22. animizm anlayışına aid olmayan fikri müəyyən edin. Top incidir, çünki ona möhkəm vurdum. Stul ağlayır, çünki onu yıxdım. Oyuncağım darıxır, ona görə onu qucaqlayıram. Qapını bağlamışdım, belə hissləndi deyə, hirsləndi, ona özünü bağladı. Burada müəllimə stul ağlayır, çünki onu yıxdım variantı uyğun gəlir. Amma düşünürəm ki, C bəndində oyuncağım darıxır, ona görə də onu qucaqlayıram. Aid olmayan, Leyla müəllimə. Mən qarışdırdım. Aid olmayan. Aid olmayan. Hə, üzr istəyirəm. Elə bildim aid olanı deyil. Aid olmayan. Bir-bir oxuyun və deyin, burada animizmdir, yoxsa animizm deyil. Buyurun. Aha. Top incidir, çünki mən ona möhkəm vurdum. Bu animizm deyil. Stul ağlayır, çünki Animizm nədir Leyla müəllimə? animizm uşaqlar cansız əşyaları canlı kimi düşünür. Hə. Hə. İndi A, Burada animizmdir yoxsa yox? top incidir, çünki mən ona möhkəm vurdum. Bunu canlı kimi düşünür müəllimə. Burada animizmdir bu. Bəli. Aha. Stul ağlayır, çünki onu yıxdım. Burada da stulu canlı kimi görür. Bu da animizmdir. Oyuncağım darıxır, ona görə onu qucaqlayıram. Bu da animizmdir. Qapını bağlamışdım, bağlamadım deyə hirsləndi, ona görə özü bağlandı. Bu da animizmdir. Yəni qapı çırpılanda deyirdi uşaq bunu. Bəli. Dənizi su ilə doldururlar ki, insanlar gəmi sürsünlər. Bu animizmə aid deyil. Nəyə aiddir? Bu artifikalizmə aid ola bilər bəlkə də. Artifikalizmdir. Bəli. Zehni inkişafın mərhələləri hansılardır? Zehni inkişafın mərhələləri 4 mərhələdən ibarətdir. Hissi hərəki mərhələ, hissi hərəki mərhələ sensomotor mərhələdir. 0-2 yaşı əhatə edir. İlkin əməli mərhələ əməliyyatlar öncəsi mərhələdə deyilir. 2-7 yaşı əhatə edir. 3-cü mərhələ konkret əməli mərhələdir. 7-11 yaşı əhatə edir. Formal əməli mərhələ mücərrəd əməliyyatlar mərhələsidir. Bu da 11, bəzən 12, 11 plus 12 yaş. 11 yaş yuxarı deyin, hə. Hə, 11 yaş yuxarı əhatə edir. İkinci mərhələ olan ilkin əməli mərhələ haqqında
Nə deyə Aha. bilərsiniz? Bu mərhələdə uşaqların düşüncəsi hansı formada olur? Açar sözləri Deməli, hansılardır? mərhələdə müəllimə dediyimiz kimi 2-7 yaşı əhatə edir. Burada uşaqlar yalnız özlərinə aid olan şeylər düşünürlər. Məsələn, həddən artıq ümumiləşdirmə olur, 1-2 nümunə olur. Məsələn, bütün qrupa aid etmək düşüncəsidir bu. Düşünürlər, belə düşünürlər. Sonra Sonra eqosentrik düşünmə bu mərhələdə baş verir. Sonra monoloq tipli danışıqlar əsas götürülür burada. Sentrasiya, intuitiv, ondan sonra sinkretizm, animizm, Hı hı. bunlar hamısı bu mərhələdə baş verir. Sinkretizm nədir? Sinkretizm odur ki, uşaqların düşünməsində, düşüncələrində fərqli hadisələri əlaqələndirirlər də. Məsələn, uşaq düşünür ki, onun məsələn ürəyi qızıldır. Onlar düşünür ki, yəni uşaq belə düşünür ki, ürək həqiqətən qızıldandır da. Bəli. Sonra Buna deyilir animizm. məcazi mənalı sözləri başa düşülməməsi. Bəli, məcazi mənalı sözləri başa düşmürlər uşaqlar. Sonra animizmdir ki, bayaq qeyd etdiyimiz kimi canlı və cansız varlıqları qarışdırırlar. Canlıları canlı kimi bilirlər. Tutaq ki, gəlinciyi ağlayır, ona su verir, yəni animizmdir, qarışdırır. Sonra mən konsepsiyası bu mərhələdə baş verir. Yəni uşaq ancaq mən deyir, başqalarının fikrini onun üçün önəmli deyil. Sentrasiyadır bu da. Sonra intuitiv düşünür. Intuitiv nə deməkdir? Yəni tərsinə saya bilmir uşaq. Birdən 10-a qədər sayır, ancaq geri çevirə bilmir. Sonra barmaqlarla hesablama formalaşır bu mərhələdə. Sonra adaptasiya mərhələsi var burada, bir də assimilyasiya mərhələsi var. Assimilyasiya da odur ki, məsələn, uşaq yeni məlumatları mövcud sxemlərə uyğunlaşdırır da. Məsəl üçün, uşaq əgər ilk dəfə fil görür, o elə bilir ki, at görür da. Yəni, bütün dörd ayaqlıları qarışdırır da. Mən belə başa düşürəm ki, burada tutaq ki, filə at deyir və yaxud atı görür, zebra adlandırır uşaq. Sonra monoloq tipli danışıq burada əsas götürülür. Monoloq, yəni tək danışığa üstünlük verilir. Bütün proseslərin də mərkəzində özləri dayanır. Yəni ancaq özlərini sentrasiya da öz fikrini əsas tutmaqdır. Bəli. Desentrasiya isə o birisi mərhələdə baş verir, konkret əməl mərhələdə. Yəni başqalarının fikrini nəzərə alma. Doğrudur. Əla. Sonra Vygotsky'nin kognitiv konstruktivizmi nədir? Daha Piaget'ini heç açdım. Vygotsky danışmışam bayaqdan, dilimdə qaldı. Hə, müəllimə, Piaget kognitiv konstruktivizmdir, Vygotsky isə sosial konstruktivizmdir. Bunların ortaq cəhəti isə oyunlardır. Piaget uşaqları zehni mərhələlərlə zehni inkişafı önəmli götürür. Yəni birinci yerdə zehin durur. Vygotsky'də isə öyrənmə əvvəl gəlir. Yəni uşaqlara birinci öyrənməni məsləhət görür. Vygotsky'də zonalarlandır, Piaget'də mərhələlərləndir. Vygotsky'nin 3 zonası var. Yaxın inkişaf birinci komfort zonadır, ikinci yizdir, yaxın inkişaf zonası, üçüncü isə mən belə bilirdim müəllimə aktual zonanı qeyd edirəm, amma siz burada biraz başqa cür dediniz. Düz dedim də, aktual zonadır. Aktual zonanı düşünürəm, bəli, üçüncü zona. Bayaq qeyd etdik ki, Piaget'də isə mərhələlərləndir, 4 mərhələ iləndir. İlkin hissi hərəki mərhələdir, ilkin əməli mərhələdir, konkret əməli və formal əməli mərhələlərlə gedir uşaqların inkişafı. Mərhələlərdə baş verir. Cümlənin qarışdırdığı induktiv, deduktivi də deyin. İnduktiv, hə, müəllimə, induktiv xüsusidən ümumiyyədir, konkret əməli mərhələdədir, 7-11 yaşda. Deduktiv isə formal əməli mərhələdə baş verir, ümumidən xüsusiyyədir. Məsələn, uşaq deyir ki, mən meyvələri çox sevirəm, alma, armud, heyvanı daha çox sevirəm. Burada ümumidən xüsusiyyədir. Amma ki, məsələn, uşaq deyir ki, alma, heyvan, nar, armud çox dadlıdır. Burada tək-tək dedi də, yəni bir-bir dedi. Sonra isə ümumiləşdirib deyir ki, mən bütün meyvələri sevirəm.
Belə düşünürəm müəllimə. Bəli. Doğru. Güclə əzbərləmişəm müəllimə bunları. Niyə? Çox Bəli. Buyurun, sual 3. Sual 3. Uşaq əlində olan əşyaları yerə atır və sonra həmin əşyanı geri istəyir. Əşya uzağa qayıtdıqda o yenidən eyni davranışı təkrar edir. Bu Piaget'in hissi hərəki mərhələsidir. Birinci sensomotor mərhələdir müəllimə. Əşya davamlığı. Bu harda yazılıb görən? B bəndində deyir bunun səbəbi nədir? B-də də deyir ki, uşaq artıq anlayır ki, əşyalar onun görmədiyi halda da mövcuddur. Buyurun 4. Əşya davamlığıdır. 4. Bu dövrdə uşaqlarda egosentrik düşüncə formalaşır. Onlar özlərini dünyanın mərkəzində hiss edirlər. Baş verən hadisələri özləri ilə bağlayırlar. Hansı mərhələnin xüsusiyyətləridir? İlkin əməli mərhələnin xüsusiyyətləridir. D variantında. İlkin əməli, bəli, ilkin əməli mərhələ. Hı -hı. 11-ə baxaq. Uşaq balıq görür və balıq haqqında artıq məlumatı var. Sonra qurbağa görür və onu da balıq kimi qəbul edir. Bu da assimilyasiya olmalıdır. Çünki qurbağa onun mövcud su heyvanı sxeminə uyğun gəlir. Bu fikir Piaget'in hansı anlayışına aiddir? Assimilyasiya. Y variantı. Bəli. Bir saniyə. 21-ə baxaq. Aşağıdakı ifadələrdən hansında sinkretizm düşüncəsinə uyğun olmayan əks olunur? Olmayan. Qırmızı paltar geyinənləri yaxşı adam, qara paltar geyinənləri pis adam. Yaxşı adam, qara paltar geyinənlər pis adamlardır. Külək ağacı yellətdi, ona görə də göy üzü qara oldu. Bu sinkretizmi soruşur, bu da aiddir. Günəş bugün çıxmadı, çünki mən səhər yeməyini yemədim. Bu da aiddir. Yağış yağır, çünki mən ayaqlarımı geyinmişdim. Bu da aiddir. Gəlinciyim acdır, ona görə ona yumurta verdim. Bu animizmdir, Y variantı. Hı -hı. Animizm, Y variantı. Aid Bəli. olmayan Y'dir. Bəli. Doğru. Siz bizə Piaget'in zehni inkişaf mərhələlərinə nə deyə bilərsiniz? Hər mərhələ bir-birindən hansı məqamlarla fərqlənir, açar sözlərlə? Deməli, Piaget uşaqların zehni inkişafını kognitiv konstruktivizm də adlandırır. Onu 4 mərhələyə bölür. Piaget 4 mərhələyə bölür uşaqların zehni inkişafını. Birinci, hissi hərəki, sensomotor. İkinci, ilkin əməli, ona əməliyyatlar öncəsi də deyilir. Üçüncü, konkret əməli. Dördüncüsü isə formal əməli mərhələdir. Hissi hərəki mərhələ 0-2 yaşı əhatə edir. Uşaqların manipulyativ dövrləridir. Uşaqları bu dövrdə təşvişdən uzaq tutmaq lazımdır. Sonra səs bulaşması var burada. Əşya davamlılığı var. 8 aya qədər uşaqlar əşyanın mövcud olduğunu, onun var olduğunu bilmirlər, ancaq 8 aydan sonra əşyanın var olduğunu bilirlər. Əşyaları əllərindən yerə düşən kimi ağlayırlar, əşyanı istəyirlər. Sonra orada nə var? Təklikdə, tək oyun dövrləri olur uşaqların, təklikdə oyun dövrüdür, hissi hərəki mərhələ. Səs bulaşması da odur ki, bir uşaq ağlayan zaman başqa uşaq da elə ona baxıb ağlayır. Sonra nə var hissi hərəkədə? Bəs digər ilkin əməldə? İlkin əməlidə də nə var? 2-7 yaşı əhatə eləyir. Egosentrik dövrdür burada. Uşaq özünü hər şeyin mərkəzində görür. Burada var animizm, uşaqlar canlı aləmlə cansızları bir-birinə qarışdırır.
Artifikalizm var ki, burada da uşaqlar dünyanın insanlar tərəfindən yaradıldığını bilirlər. Göydən yağış yağır deyən zaman soruşursan ki, göydən yağış nə üçün yağır, deyir, durbadan axır, göydən yağış durbadan tökülür. Onlara elə gəlir ki, bunların hamısını insanlar özləri düzəldir. Bəli. Sinkretizm var ki, bu da əşya və hadisələr haqqında bir-biri ilə əlaqələndirə bilmirlər də. Məntiqsiz əlaqələr olur daha doğrusu. Mücərrəd anlayışlar var orada, elə bayaq testdə də oxuduq. Mücərrəd anlayış odur ki, deyək ki, məsələn də bir valideynimizi çağırmışıq, bizim məsələn qrupumuzdan hər hansı bir nəsə də bir iş bizə kömək edir, iş görür. Biz də deyirik ki, uşaqlar görürsünüz, bax, əlinin atasının əlləri sanki qızıldır. Uşaqlar elə bilir ki, əlinin atasının əlləri qızıldır. Mücərrəd anlayışı onlar başa düşmürlər. Səbəb nədir? Niyə onlar sinkretizm? Məhdud təcrübələri olur, səbəb-nəticə əlaqələrini qura bilmirlər, səbəb odur. Bu sinkretizmdir. Sonra ilkin əməldə sonra nə var? Uşaqlar geriyə saya bilmirlər. Birdən 10-a qədər saya bilirlər, geriyə saya bilmirlər. Sonra intuitiv, bu mərhələdə bu ilkin əməli mərhələ iki yerə bölünür da, deyək ki, intuitiv mərhələdə var, bir də simvolik mərhələ var. Simvolik mərhələdə uşaqlar çubuğu at kimi istifadə edirlər də, sanki at sürürlər. Qazın qapağını maşın kimi sürürlər. Ancaq intuitivdə də deyəsən çoxlu suallar verirlər, belə bilirəm. Bəli, artıq simvolikdə səhv ümumiləşdirmələr olur. Daha çox səhv ümumiləşdirmələr. Assimilasiya məsəl üçün simvolikdə olur. Amma akkamada isə formalaşır intuitivdə. Yəni nisbətən artıq, bəli, 2-4 yaş ara, 4-7 yaş ara, düzdür? Arasında istərsiniz fərq olacaq. Sonra orada biri də var, ekvilibrium var məncə. O ekvilibriumda tarazlığın pozulması deməkdir. Uşaqlar sağı göstərəndə solu unudur, solu göstərəndə sağı unudur. Bu da ekvilibriumdur. Sonra ilkin əməli mərhələdə uşaqlar rollu oyunlar devridir, rollu oyunlar oynayırlar, çoxlu suallar verirlər. Nitq artıq burada inkişaf edir, formalaşır. Bəli. Sonra monoloq tipli danışıq. Bu var, uşaqlar öz başına, öz-özünə çox danışırlar. Bəs konservasiyanın olmaması nədir? Konservasiyanın olmaması o da var. Konservasiya odur ki, bir xüsusiyyətə görə nəticə çıxarmaqdır. Yəni ki, uşağa bir dənə uzun bir stəkan, yəni hündürlüyü uzun olur. Bir dənə də alçaq stəkan olur, biraz ondan alçaq olur, ancaq geniş olur da, dərinliyi, həcmi geniş olur. Hər ikisi də eyni tutuma malik olurlar. Ancaq uşaqlar böyük stəkanı, uzun stəkanı görəndə onun çox olduğuna inanırlar. Elə bilirlər ki, o böyük stəkan daha çox su tutur. Ancaq onlar anlamırlar ki, başa düşmürlər də, ikisinin də tutumu eyni olduğunu onlar anlamırlar. Bu konservasiya mərhələsidir ki, bir xüsusiyyətə görə nəticə çıxarmaq. İlkin əməldə budur. Sonra nə var? Animizmdə gedik, canlıları, cansızları. Assimilyasiya buradadır, ilkin əməldədir. Assimilyasiya mərhələsi. Uşaqlar, məsələn, bir uşaq deyək ki, atı tanıyır, zebranı görən zamanda ata zebraya at deyir. Burada odur ki, o aldığı məlumatı elə yeni məlumata da uyğunlaşdırır. Elədir məncə. Eləydi, yoxsa... Necə başa düşmürsünüz, o gör. Sonra gəlir, deməli, 7-11 yaş konkret əməli mərhələ. Konkret əməli mərhələdə uşaqlar artıq o konservasiyanı artıq bilirlər. Burada konkret əməli mərhələdə induktiv düşünmə var. Uşaqlar xüsusidən ümumiyə də odur ki, xüsusi olaraq əvvəlcə deyək ki, meyvələrin adını çəkirlər, tək-tək axırda deyirlər ki, bunlar meyvələrdir. Məsələn, alma, armud, heyvan, nar. Bunlar meyvələrdir. Axırda meyvələri ümumi şəkildə deyirlər. Bu induktiv düşünmədir. Artıq burada akademasiya formalaşır, artıq akademasiya olur. Çünki uşaqlar artıq
bu yaşda da 7 yaşdan sonra artıq atı da, zebranı da ayıra bilirlər. Tanıyır ki, bu zebradır, bu atdır. Akademiyası da buradadır. Sonra nə var? Beynində hesablamalar aparırlar. Eləmi müəllimə? Məncə elədir. Aha. Konkret əməli Evet. mərhələdə. Deməli, ilkin əməli mərhələdə əşyalarla hesablamalar aparırlar. Baxaraq da, əşyalara baxaraq hesablamalar aparırlar. Ancaq konkretdə artıq beynində hesablamalar aparırlar. Sonra abstrakt düşünməyə hələ ki başlayırlar. Amma abstrakt düşünmə formalaşmış olur formal əməlidə. Deməli, konkret əməldə artıq düzünə və geriyə, arxaya saya da bilirlər. Artıq bilirlər. Sonra ümumiləşdirmələr apara bilirlər. Sonra nə olur? Sonra nə edeyim? Burada sinkretizmi də onlar artıq fərqləndirə bilirlər ki, sinkretizmdə o ilkin əməlidə onlar əlaqələndirə bilmirdilər, bir-birinə qarışdırırdılar, məntiqsiz əlaqə olurdu. Artıq konkretdə məntiqə danışa bilirlər də, məntiq formalaşır artıq. Bəli. Məntiqlə başa düşürlər. Bəli. Bəs indi bizə deyin görün, bu Piaget'in zihni inkişaf nəzəriyyəsinin əsas ideyası, məqsədi nədir? Yəni nə öyrəndiniz? Nə demək istəyir Piaget bizimlə bu bununla? 50 il bu uşaqların üzərində öz təcrübələrini apararaq axırda bu nəzəriyyəni yaradıb, kognitiv konstruktivizm nəzəriyyəsini yaradıbdır ki, uşaqları müstəqil olaraq özləri öyrənsələr, öyrəndiklərini daha yaxşı öyrənirlər, dərindən öyrənirlər. Onlara hazır məlumatları biz verməklə, uşağa hazır məlumatı oxumaqla verməklə onların o kəşflərini əlindən almış oluruq, onların maraqları sönür. Ona görə də özləri təcrübələr apararaq, kəşf eləyərək öyrənsələr, daha yaxşı, daha dərindən öyrənirlər. Ona görə də onların o zehni inkişaflarını mərhələyə bölmüşdür. Çünki hər mərhələdə başqa-başqa cür düşünür də uşaqlar. Başqa-başqa düşünürlər. Başlayır, çünki Piaget fikirləşir ki, uşağın zehninin inkişafı onun genindən, geni bir də yaşadığı mühitdə, ətraf mühitin təsirindən inkişaf edir. Bu da var orada. Bioloji konsepsiyaya əsaslanır. Bioloji konsepsiyadır, hə. Əsas tutur bioloji Nitqin konsepsiyanı. və sosial münasibətlərin Piaget'ə görə Nitq minimaldır. Nitq minimaldır. Amma Vygotsky'da nitq maksimaldır. bəli. Uşaqlar deyir, yəni öyrənməsi üçün nitq vacib hesab eləmir də onu. Bəli. Sual 6. Aşağıdakılardan hansı Piaget'in zehni inkişaf mərhələlərinin nəzəriyyəsinə aiddir? Uşaqlar dünyanı onların ailələri, yaşadıkları cəmiyyət, mədəniyyət formalaşdırır. Uşaqların dünyası. Uşaqların ətraf ailəm özlərinin böyüklər dəstəyi lazımdır. Uşaqlar idraki inkişaf öyrənmə prosesinə əsaslı olmaqdan mərhələ inkişaf etdirir. Müəllimə, C bəndi. İdraki inkişaf etməlidir mərhələlərlə. Piaget'ə görə 4 mərhələdən ibarət olur. Hı-hı. 6. Uşaqlar nifrət, ədalət, sevgi, nitq kimi anlayışların nə olduğunu haqqında düşünür. Bu hansı mərhələdə baş verir? Artıq bu konkret təməlli mərhələsində olar da müəllimə 7-11 yaş. Yox. Konservasiya mərhələsi deyil. Artıq. Mən konservasiya mərhələsi ilə formal əməl mərhələsini Formal həmişə əməl dediniz. 7-11 demədiniz.
Hə, 7-11 7-11 Formal formal əməli. əməli deyil axı. Konservasiya mərhələsi də müəllimə. Konservasiya mərhələsi yox. Formal Bu, əməlidir. bu. 11 Konseptual, hipotetik düşünmə olan. formal əməli. Bəli, formal Konservasiya. əməlidir. 7-11 deyib formal əməli dediniz, mən biləm. Hə, 7-11. Mən onların yerini həmişə səhv salıram. Formal əməlindən konservasiya əməlinin yerini həmişə Konservasiya səhv konkret salıram. əməli mərhələdir. Konservasiya ölçü, miqdar, sonra kəmiyyət anlayışının olmamasıdır. Konservasiya formalaşır konkret 7-11 yaşda olmur. Deməli, aşağıda ilkin ölçü, kəmiyyət, miqdar, tutum anlayışının olmamasıdır. Amma burada isə bu konseptual düşünmədir. Artıq uşağın dünya haqqı belədə, dünyadakı əsas anlayışlar haqqında özünün artıq ideyası, fikri, münasibəti olur. Buyurun 17-yə baxaq. Piaget'in ileri sürdüğü fikirler seçin. Skafolding yanaşması ileri sürmüştür. Xeyr, bu değil. Vygotsky'ya aittir. Uşaqlar sahib ola biləcəkləri intellektual araşdırmadır. Bəli, 2 düzdür. Uşaqlar araşdıraraq öyrənir. İdrak inkişaf formalaşmasının ardıcıllığını vermiştir. Öyrənmə ilə yaş xüsusiyyətləri açılmağını vurğulayırdı. Sosial və mədəni mühitin uşaqların inkişafında. Öyrənmə ilə yaş xüsusiyyətlərinin açıldığını vurğulayırdı. Əslində, öyrənmə ilə yaş xüsusiyyətlərinin arasını vurğulayırdı ki, məsəl üçün 0-2 yaş hissə ərəki mərhələdir. Bu dövrlərdə idraki inkişaf mərhələlərə bölmüşdü yaşda. İndi də deyin, bir aiddir yoxsa yox? Siz deyin, mən işarə edeyim. Skafolding yanaşması ilə sürmüşdür. Bir xeyr, bir aid deyil, bir Vygotsky'ya aiddir. Uşağın sahib ola biləcəyi intellektual İntellektləri. araşdırılmışdır. Yox, bu Gardner'ə aid intellekt nəzəriyyəsi Gardner'dir, 2 deyil. İdraki inkişaf formalaşmasının ardıcıllığı verilmişdir. 3-dən 4 müəllimə. Bu da C bəndi. Doğrudur. 3, 4. Bəs 5? 5 sosial mədəniyyət Vygotsky'ya aiddir. Bəli. Buyurun 24-ə də baxaq. Tərbiyəçi təhlükəsiz qaydaları haqqında danışır. Daha sonra o yanğın zamanı necə davranmaq lazım olduğunu izah edir. Bu artıq konkret əməli mərhələ. Ümumidən xüsusiyə keçir də konkret əməli mərhələdə. Ümumidən xüsusiyə keçir. Konkret əməldə. Burada da bunların yeni hissə salıram mən. Niyə mən də Formal əməli idi. normal. Bunların formal əməli ilə bunu formal əməlidə müəllimə bu çünki ümumidən xüsusiyyətə keçir. Ümumidən, bəli, əvvəlcə böyük anlayış, təhlükəsizlik qaydaları, sonra ancaq yanğından danışır, bir dənə şeydən danışır. Bəli. O olur formal əməli, deduktiv, yoxsa induktiv? İnduktiv mərhələ. Çoxdan cəmə təkə keçirsə induktiv mərhələ. Deyil. Formaldırsa deduktiv olur, konkretdirsə formal. induktiv olur. Onların yeri heç vaxt dəyişmir. Deduksiya. Ümumidən xüsusiyə. Formal əməl. Yaxşı. Buyurun, siz bizə animizm, sinkretizm, artifikalizm aid nümunələr deyin. Animizm uşaqların canlı ilə cansız ayırtmağıdır. Məsəl üçün, kuklam xəstədir, onu iynə vuraq, sağaldaq.
artikulalizm də insanı dünyanın insan tərəfindən idarə olunmasıdır. Məsəl üçün, ə, günəş mən gedirəm, mənlə bərabər gedir. Günəşi, yəni buludları mənlə bərabər hərəkət eləyir. Bu artikulizmdir. Sonra sinekratizmdəki burada üzv uşaqlar seçə bilmirlər də. Yəni ki, günəş göydədir, anam yerləşdirib, məsəl üçün biz atam iplə bağlayıb, sonra hər şeyi özlərində görürlər ki, həmin biz eləmişik, mənə görə olubdur. Məsəl üçün yağış yağır, mən ağlayırdım deyə yağış yağır. Yəni özlərindən görürlər. Hı -hı. Əla. Sonra nə qaldı oradan? Hansı hissə? Konkret təməli mərhələdə onların yerini səhv saldıram müəllimə. Siz birini, yəni bu Bax, induksiya ilə baxın. deduksiya kimi yerini səhv Əvvəlcə saldıram. əməliyyatlar konkretləşir, sonra formalaşır. Belə yadda saxlayın. Formalaşmaq sonda olur. Yəni zehni əməliyyatlar sonda formalaşır uşağın beynində. Və bu olur ən sonuncu formalaşmış əməliyyatlar mərhələsi, yəni böyüklər kimi düşünmə. Zehni əməliyyatların beynində formalaşması. Böyüklər 11 kimi yaşdan düşünmə yuxarı. ən axırda. Yaxşı, konkretləşir, sonra formalaşır. Konkret təməli birinci gəlir, sonra induksiya, formal əməldə deduksiya sonda gəlir. Bunlar yadımda belə danışıram. Sonradan testdə işləyəndə, məsəl üçün axırıncı göndərdiyiniz testdən 7 səhvim oldu. Hı -hı. Sadəcə olaraq bəzi momentlərdə üzü səhv salıram. Yerlər dəyişik düşür. Hı -hı. Tarazlıq pozulur da. Belə deyim. Uşaqlar kimi qəbul edəndə tarazlığım pozulur. Əla. Sonra konservasiya nə oldu? Konservasiyadakı eyni ölçülü əşyaları, yəni böyük, kiçik ayırd edə bilmirlər. Məsəl üçün eyni kubiklərdən, eyni kubiklərdə eyni sayda yan-yana qoyanda eynidir. Birini Hı -hı. sıx qoyub, birini dağınıq qoyanda uşaqlar artıq onu çox deyə mənimsəyirlər. Hansı Məsəl üçün mərhələdə mümkün olur bu? bu mərhələ ilkin əməli mərhələdə də, yəni ilkin əməli mərhələyə aiddir. 7 yaşa qədər Hı olan. -hı. İlkin əməli mərhələdə çoxdur. Məsəl üçün animizmdir, Bəli, artikulalizmdir. ilkin əməldə konservasiya olur, yəni uşaq ölçü, kəmiyyət, keyfiyyət, miqdar münasibətlərini ayıra bilmir, qarışdırır, amma konkretdə artıq formalaşır. Artıq bilir ki, elə yəni eyni stəkandakı suyu başqa stəkana tökdünsə, o elə eynidir, dəyişmədi, miqdar dəyişmədi. Bəli. Hı -hı. Anladım. Akkomodasiya necə başa salarsınız? Assimilyasiya ikisi də uyğunlaşma deməkdir. Assimilyasiya uyğunlaşma deməkdir. Məsəl üçün əgər uşaqlar məsəl üçün xoruz da, toyuq da görsə, kiçik də olsa ona yəni toyuq deyir. Xoruza da toyuq deyir, toyuğa da toyuq deyir. Ancaq assimilyasiya isə artıq mənimsəyir uşaq. Bir dəfə görür və artıq onun öz adını deyir. Yəni ona öz adını artıq təsdiqləyir ki, məsələn bu toyuqdur, bu xoruzdur. Artıq ayırd edə bilir. Hı -hı. Yaxşı müəllimə. Mən gələcəkdə həkim olmalıyam, çünki insanların sağlamlığına xidmət etmək mənim üçün dəyərlidir. Uşaq zehni inkişafının hansı mərhələsi bu mühakiməyə yürüdə bilər? Mən gələcəkdə həkim olmalıyam. Müəllimə, bu formal əməli mərhələ deyil, çünki gələcəyini düşünür də. Hı -hı. Hansı mərhələ? Formal əməli mərhələ. Əla, əla, bəli, 8.
Deyir ki, müəllimə, uşağın günəş bu gün çıxmadı. Çünki mən səhər yeməyimi yemədim. Bu müəllimə sinkterizm da, elə bil əlaqəsizdir da müəllimə. Yalan. Qəşəng. Doğrudan da öyrənmisiniz Piaget-ni. Müəllimə, bəli, sizin Buyurun sayənizdə. 9, 10. Müəllimə, burada da hipotetik düşünmədirsə, burada formal əməli mərhələ C bəndi onda. 10, 9. Hansını oxudunuz? 10 oxudum müəllimə. Qoy bir dənə 10 nə 9-u da oxuyum. dediniz? Nə dediniz ona? 10 C bəndi Aha. müəllimə. Formal əməli mərhələ, hipotetik düşünmə. Bəli, hipotetik düşünmə Artıq onun açıq sözdür. bəli müəllimə. Artikalizmin əsas xüsusiyyətləri hansılardır? Bir dəqiqə oxuyum. Cansızlara canlı xüsusiyyət vermək bu anonizmdir. Bütün hadisələri insan fəaliyyəti ilə əlaqələndirmək bu sinkterizmdir. Hadisələr arasında təsadüfi əlaqə qurmaq, öz hisslərini obyektlərə köçürmək, uyğun olmayan səbəb-nəticə əlaqəsi təşkil etmək. Müəllimə, bunu qarışdırdım. Uyğun olmayan səbəb-nəticə əlaqəsini. Artikalizm nə idi? Artikalizm müəllimə, artikalizm məsəl üçün insan insan tərəfindən bəli, B Yazmayın bəndi. aşağıdan cavabları. Aşağıdan cavab Bəli yazmaq müəllimə, olmaz. baxmadım müəllimə, vallahi heç baxmadım ha, cavaba Yox. baxmadım. Hı. Bütün hadisələri insan fəaliyyəti ilə əlaqələndirmək B bəndi. Hı. 13 oxuyum. 13, 14 oxuyun, bəli. Müəllimə, burada da simvolik intuitiv deyirsə, bu ilkin əməli mərhələ A bəndi. Aha, əla. Aşağıdakı ifadələrdən hansı düşüncə tərzinə uyğundur? Külək oynar, ona görə ağaclar yelləndi. Yaxşı. Buludlar küsüb, ona görə ağlar, yağış yağır. Müəllimə, burada artikalizmdir da, elə bil. Çünki müəllimə canlı cansız əlaqələndirir da, elə bil külək oynayırdır, ona görə ağaclar yelləndi. Yox. Müəllimə, bilmədim bunu. Tələsirsiniz. Düz deyirsiniz, amma cavabı səhv deyirsiniz. Canlı cansız aləmə əlaqələndirdi. Bəli, əlaqələndirirsə müəllimə, burada anonizmdir. Bəli, animizm. Niyə tələsirsiniz? Bəli. Bir qovulun. Biraz üzr istəyirəm. Həyəcanlanıram müəllimə. Heyecanlanmayın. Bəs induktiv, deduktiv düşünməyi necə? Fərqləndirə bilirsiniz? Bəli müəllimə. 25-ə baxaq onda. Müəllimə, deyir ki, burada durna qışda isti ölkələrə uçur. Burada müəllimə, durna deyirsə, bu deduktiv düşünmədir. Yox, xeyr, induktiv düşünmədir, durna deyir burada. Bu olur konkret əməli mərhələ, induktiv düşünmə. Durna qışda B bəndi müəllimə. Deməli, digər quşlarda qaranquş. Müəllimə, burada B bəndi. Bəli. Əla. Siz bizə nə deyə bilərsiniz Piaget'in zehni inkişaf mərhələlərindən? Müəllimə, Piaget'in 4 inkişaf mərhələsi var. Birinci hissə hərəkət 0-2 yaşdır. İkinci ilkin əməli mərhələ 2-7 yaşdır. Üçüncü konkret əməli 7-11 yaşdır. Dördüncü də formal əməli yaşdır. 11 yaşdan yuxarıdır. Hissə hərəkət mərhələdə Uşaqlar müəllimə, məsəl üçün hissə hərəkət mərhələdə uşaqlar refleksiv danışırlar, şuursuz danışırlar, səs bulaşması olur. Məsəl üçün uşaqlar gülərkən gülmək, ağlayarkən ağlamaqdır. Məsəl üçün uşaqlarda refleks 0-2 yaşda məsəl üçün oyuncağı itirsə, oyuncağın itdiyinin fərqinə varmır. Gedir başqa oyuncaq götürür, yəni axtarmır da həmin oyuncağı. Məsəl üçün anası harasa gedirsə, anasının dalınca ağlamır. Bu olur hissə hərəkət mərhələ. Sonra ilkin əməli mərhələdə müəllimə induktiv, deduktiv olur. Simvolik induktiv olur. Simvolik 2-4 yaşdır. İnduktiv isə 4-7 yaşdır. Burada da egosentrik düşünmə olur, simvolik olur, simvolik oyun olur, artikalizm olur, sonra konservasiya olur, anonizm olur.
Sonra burada müəllimə uşaqlar özlərini mərkəzdə özlərini görürlər də elə bil. Hər bir şeydə özlərini görürlər. Əla. Məsəl üçün 1-dən 10-a qədər saya bilirlər, amma 1-dən geriyə saya bilmirlər. Bu olur əməliyyat öncəsi mərhələ 2-7 yaşdır. Konkret əməli mərhələdə uşaqlarda məsəl üçün induktiv düşünmə olur. Sonra 1-dən 10-a qədər saya bilirlər, ondan geriyə saya bilirlər. Sonra abstrakt düşünmə olur, konservasiya formalaşır, desentrasiya formalaşır orada. Sonra bu olur 7-11 yaş. Formal əməli mərhələdə də isə 11 yaşdan yuxarıdır. Hipotetik düşünür, sonra dini ictimai əlaqələndirir, hadisələri əlaqələndirir, sonra deduktiv düşünmə baş verir orada. Uşaqlar suallara cavab axtarıb tapa bilirlər. Sonra proyektiv olur, konseptual düşünürlər. Sonra abstrakt düşünürlər, xəyali düşünürlər. Yəni hər bir şeyi xəyali düşünürlər. Beyində tez çevik qərar qəbul eləyirlər. Sonra müəllimə başqa nə deyə bilərəm? Bunlar açar sözlər əzbərləmişdim. Həqiqətən yaxşı. Qoydum. Akademiyasiya, bir də assimiliyasiya, onu deyirsiniz müəllimə? Yox, ümumiyyətlə Adaptasiya. Piaget nəzəriyyəsinin əsas ideyası. Piaget nə deyirdi? Uşağın öyrənməsimi, yoxsa inkişafı mı əvvəl baş verir? Nitqin rolu nə Müəllimə, qədərdir? Piaget Hansı kognitiv konstruktivizmə əsaslanır? inkişaf, kognitiv konstruktivizmə əsaslanır. Məsəl üçün uşaqlarda zehni inkişaf birinci baş verir. Məsəl üçün uşaqlar əvvəlcə zehni inkişaf formalaşır, sonra öyrənmə baş verir. Məsəl üçün uşaqlar ətraf aləmi kəşf edərək öyrənirlər. Kognitiv, sonra idraka yönəlik olur Piagetdə. Sonra Allah. Bəs düzdür, Vygotsky-ni bu gün keçdik. Vygotsky ilə Piagetin ortaq cəhəti nə oldu? Müəllimə, burada Vygotsky-də sosial münasibətlər durur. Burada məsəl üçün Piagetdə minimaldır nitqin rolu, amma Vygotsky-də nitqin rolu maksimaldır. Məsəl üçün uşaqlar əvvəlcə öyrənir, sonra kəşf eləyir, amma Piagetdə uşaqlar kəşf eləyir, sonra öyrənirlər. Bəli. Hər ikisinin ortaq cəhəti isə onların uşağın Bəli, oyundur. oyun zamanı Oyun. bəli, öyrəndiyini Bəli. iddia etməsi ilə bağlıdır. Bəli. Əla. Təşəkkür edirik. Bu yaşda uşaqlar bir təcrübəyə əsaslanaraq fikir yürüdür. Bu onların bəzi qorxularını izah edir. Məsələn, bu yaşda uşaqlar bərbərə saç kəsdirməyə getməkdən ona görə qorxurlar ki, onların dizində, əlindəki kəsik izləri var və böyüklər həmişə bunlarla oynama, əlini kəsərsən, xəbərdarlıqları kimi təcrübələr var. Ona görə də saç kəsdirəndə ağrılı olacağını düşünürlər. Uşaq zehni inkişaf mərhələsində də bu fikir olur. Hansı inkişaf mərhələsində bu fikir olur? Bunu izah eləyəndə də demişdiniz, iynə ilə izah eləmişdiniz, yadıma düşür. Bu hissi hərəkədə olar da. Hissi hərəki. Hisslərlə 0-2 yaşda. 0-2 yaşlarda refleksiv düşünür də uşaqlarda. Burada axı fikir yürüdür. Bəzi qorxuları izah olunur. Deyir ki, uşağı bərbərə saç kəsməyə aparanda o ağlayır. Bunun səbəbi nədir? Onun səbəbi odur ki, sən onu əvvəllər qorxutmusan. Cızdı, bızdı, dəymə, kəsərsən, əl vurma demisən. İndi aparmısan uşağı, qoymusan dəlləyin yanına, qayçının altına. O da deyir, qorxur. Bu cür düşüncədə olan uşaq deyir, hansı mərhələdədir? Düşüncə deyir, sonra təcrübə deyir. Olacaq.
2-7 yaş arası. Hmm. Əməl gəlmiş mərhələ. Abi, yaxşı, 16-da Aydın olmadı. Uşağı biz oldu. qorxuduruq. Onun yadında saxlayır. Mənim oğlum da ilk dəfə dəllək təcrübəsi ağlayaraq olmuşdu. Maşınkadan qorxmuşdu qayçıdan. Çünki evdə qayçı cızdı, bızdı, əl vurma, kəsərsən, yandırarsan, ay öldü, ay kəsdi, ay nə bilim nə oldu. Bir dəfə də bıçağa qayçıya əl vuranda əlini kəsibsə, artıq onun təcrübəsi var. Və mən onu indi qorxduğu bir şeyin belə deyək də aparıb qoyuram ki, hə, adda oturur uşaq elə bilir ki, onun başını kəsəcəklər, nə bilim, qulağını kəsəcəklər, saçını kəsəcəklər, qanı gələcək. Bunlar hamısı onun deyil, qorxularını izah edir. Bu qorxu təşvişidir və olur 2-7 yaş aralığında. 16-ya baxaq. Aydın oldu mu sizə Toplam Samirə müəllimə? Bizə uşağın bəli. bu cür düşüncəsi, yəni əsasdır və düşüncə varsa, 2-7 yaşda başlayır. Hı -hı. Toplananların yeri dəyişdikdə cəm dəyişmir. 5 + 6 hesablamasında toplananların yerini dəyişdik, amma cəm dəyişmədi. Formal əməldir də deduktiv düşünmə. Formal əməli, deduktiv. Bəli. Əvvəlcə qayda var burada ümumi, sonra konkret bir balaca nümunədən göstərir. Ümumidən xüsusi. Buyurun, 18, 19. İlkin əməli mərhələdə uşaqlar nəyə əsasən yeni bilikləri yiyələnirlər? Tərbiyəçi müəllimi müşahidə edərək yaşıtları ilə oyun zamanı B variantı. Bəli. İlkin əməli mərhələdə uşaqlar niyə mülahizələrindən çoxlu ümumiləşdirmələr edirlər? Məhdud təcrübədə olduqlarına görə də burada olur. Çünki burada böyüklər olmaz. Hipotetik düşünmə formal əməldir. Sosial bu heç Piagetə aid deyil. Ünsiyyət bacarıq formalaşması, ünsiyyət bacarığı nitqin inkişafı hissi hərəkətdə olur da, inkişaf eləyir. Cavabınız nə olacaq? Məhdud təcrübədə olduqlarına görə. Bəli. Təcrübə məhdud olanda uşaqlar ümumiləşdirmə, yəni xüsusidən xüsusi mühakimə yürüdürlər. Animizm, atikalizm hamısı səbəbi məhz uşağın təcrübəsinin olmamasından dolayıdır ki, o səhv ümumiləşdirmələr aparır. Yaxşı. Siz bizə buyurun, ən çox 2-7 yaş aralığından dedikdə testlər və terminlər çox düşür, hazırlanır. Buyurun, 2-7 yaşa aid nə deyə bilərsiniz bizə? 2-7 yaş ilkin əməli yaxud da əməl yönümlü mərhələdir. Bu mərhələ öz ayrılığında 2 yerə bölünür. Simvolik bir də intuitiv. Aha. İlkin zehni əməldə deyilir bu mərhələdə. Sonra bu simvolik əməl 2-4 yaşından başlayır. Burada sözə ehtiyatı uşaqların 200-dən 2000-ə qədər olur. Yəni 2000 söz danışmırlar da, 2000 sözlük qavrayırlar uşaqlar bu mərhələdə. Xüsusidən xüsusiyə ümumiləşdirmə olur burada. Sonra interaktivdə 4-7 yaşından xüsusidən xüsusiyə interaktiv mərhələdə olur 4-7 yaşda. Sonra onlar bu yaşda ilkin əməl mərhələdə egosentrik, simvolik oyunlar, artikalizmi, animizm, sentrasiya, konversiya bunlar da bu mərhələyə aiddir. Sonra bunların hamısını ayrı-ayrılıqda da izah eləyim, danışım haqqında.
Mhm. Buyurun, buyurun. Bir Nə də danışmaq istəyirsiniz? Buyurun. dizimdə nitqin inkişafı ya olur, bir də monoloq tipli danışıq olur. Mhm. Sonra egosentrik düşünmə, uşaqların mən mərkəzliliyi yaranır. Sonra simvolik oyunlarda uşaqlar müxtəlif əşyaları öz beynində, məsələn, qazan qapağından maşın kimi istifadə edirlər, kutulardan gəmi kimi istifadə edirlər, öz beyinlərində canlandırırlar. Artifikalizm də dünyanın insan tərəfindən yaradıldığını da düşünürlər. Məsələn, deyir ki, göyə ulduzları anam düzüb, ayı ora atam, günəşi ora atam qoyubdu. Sonra animizm canlı və cansız varlıqları bir-birinə qarışdırırlar. Məsələn, deyir, yağış yağdı, kukulam xəstələnəcək, kukulam islandı, xəstələnəcəkdir. Ayımı acmışdı, ona yemək verdim. Sonra orada konversiya iki eyni həcmli qabın biri uzun, biri enli olduqda uzun olanı daha böyük, daha çox su tutduğunu düşünür. Sonra sentrasiya öz Mhm. fikirlərini hızlanır. Məsələn, nəyi misal göstərə bilərəm? Özü nə istəyirsə, onu etməlidir də. Yəni düşünür ki, hamı da onun fikri ilə fikrinə necə deyim? Fikri ilə razılaşmalıdır da, belə Mhm. düşünür. Bəli. Eyni zamanda bir şeyə fokuslana bilir. Sonra bir də sinekterizmdir. Burada məntiqi və analitik təfəkkür inkişaf etmir. İnkişaf etmirdi deyəsən, elə bir şeydi, yoxsa qarışdırdım. Bu sinekterizmlə egosentriki mən qarışdırıram, elə bayaqdan misalda yazırdım ki. Sinkretizm yanlış səbəb-nəticə əlaqəsidir. Hadisələr, baş verən Hə. təbiət hadisələrini Min mərkəzliliyidir. Burada mən sualda yazmışdım, yağış yağır, çünki mən ağlayıram. Göydə ay mənim arxamca gəlir. Bu ikisi də bir-birinə çox oxşuyur axı. İkisində də mən bəli, mərkəzliliyi var. səbəb-nəticə əlaqəsi yanlış. Axı ay gəzmir, ay hərəkət eləmir. Uşaq elə bil ki, ayın onun arxasınca gəlir. Hamısı o yaşdadır da, Samira müəllim. Hamısı 2-7 yaşda olan düşüncədir. Ona görə bir-birinə yaxındır. Hə, başa düşdüm. Dedim bir dənə testdən düşər, bilmirəm də hansını seçim. Hə. Əgər hadisə baş verirsə, o olur sinkretizm. Yox, hadisə deyil, uşağın özünün düşüncəsidirsə, yəni məsələn, yağış yağır, doğrudan da bu hadisədir. Amma ay gəzmir uşağın arxasınca. Bax belə bir məsələ, belə də ayıra bilərsiniz. Və cavab veriləndə adətən yəni bir yerdə verməzlər cavabı. Yəni mütləq şəkildə orada bir sərhəd olmalıdır ki, rahat tapa bil. Rahatçılıq mənasında demirəm də, yəni yaxınlıq baxımından deyirəm. Ey Allah. Bir də izahda qulaq asmışdım. Orada kitabda dəqiq yadımda qalmayıb, ifadə yox idi. İlkin əməli mərhələdə rollu oyunlar varsa, bu həmişə ilkin əməli mərhələdir. 2-7 yaşda üstünlük təşkil edir, yəni daha çox. Bəli. Sonra burada uşaqlar 1-dən 10-a qədər sayır, ondan geriyə saya bilmir. Sonra Yəni ondan geriyə saya bilməsi nə mənadadır orada? Konservasiyanın, yəni geri çevirə bilmə əməliyyatı olmur. Getdiyi yolu da qayıda bilmir. Gedərkən gördüklərini qayıdarkən sadalaya bilmir. Deyirsən ki, yolda gələndə nə gördün, onu saya bilmir uşaq. Bəli, buna izahı yadımdadır demisiniz. Buna konservasiyanın olmaması kimi də beləliklə başa düşmək olur. Əla. Sonra induktiv, deduktivi izah elədiniz siz? Yoxsa? Yox, izah eləmədim, amma başa düşmüşəm də. Tamam. İnduktiv konkret əməldə olur. Ümumidən, yox, xüsusidən ümumiyə gedir. Məsəl üçün də alma, armud, heyvanlar, bunlar meyvələrdir. Deduktivdə formal əməldə olur. Bu da xüsusidən ümumiyə gedir. Əla. Buyurun, 20-yə baxaq. Animizm nədir? Uşaqlar artıq tərsinə çevirmə əməliyyatları apara bilirlər. Əşyaların ümumi həcmini, ölçüsünü qavraya bilirlər. Onları bütün xüsusiyyətlərinə görə qruplaşdıra bilirlər. Canlı və cansız varlıqları bir-birindən ayıra bilməmək. C bəndi. Bu slide oxuyum. Əla. Yetəcək.
Bunu bayaq oxuduq. Buyurun 23. Hər cür cinayət qanun pozuntusudur. Oğurluq da cinayətdir. Deməli, ay, çevirə bilmirəm o tərəfə. Deməli, oğurluq da qanun pozuntusudur. Bu konkret əməl, induktiv düşünmədir məncə. Konkret. Konkret əməl. Yox. B bəndi. Hər cür cinayət deyir. Hər cür Hə, cinayət. formal əməl. Bəli. Sonra oğurluqdan Formal əməl danışır ancaq. deduktiv. Ay. Formal əməl deduktiv. Bəli. Elə bil ki, əvvəlcə ümumi deyir, sonra onun içindən bir dənə nümunə göstərir. Düzdür. Buyurun 26-ya baxaq. Ulduzlar gecə göydə parıldayır ki, biz qorxmayaq. Fikri Piaget'in hansı anlayışını göstərir? Ulduzlar gecə göydə parıldayır ki, biz qorxmayaq. Bu artifikalizmdir də. Yox, müəllimə. Bəli. İnsanlar üçün olduğunu düşünür. Əla. Buyurun 27-yə baxaq. Piaget'in fikrincə inkişaf necə baş verir? Təkcə təlim vasitəsilə, bioloji yetkinlik, təcrübənin qarşılıqlı təsiri ilə, valideyn nəzarəti ilə, ətraf mühitin təsiri ilə, yoldaşları ilə ünsiyyət zamanı. Ətraf mühitin təsiri ilə. Düzdür müəllimə, yoxsa səhvdir? Hansı? Ətraf mühitin təsiri ilə D bəndi. Xeyr. Bioloji yetkinlik və təcrübənin qarşılıqlı təsiri ilə. Bioloji yetkinlik. Və təcrübənin qarşılıqlı təsiri ilə. Nə deməkdir bu? Bioloji yetkinlik və təcrübənin qarşılıqlı təsiri. Piaget inkişafı bioloji qanunlarla izah edirdi də. O deyirdi ki, inkişaf irsiyyət və mühitin qarşılıqlı təsirinin nəticəsidir. Yəni Piagetə görə uşağın öyrənməsi, inkişafı onun genetikasından, bəli, bioloji yaşından, genetikasından və özünün real həyatdakı təcrübəsindən asılıdır. Yəni uşaq özü uşaq həyatdan təcrübə əldə edərək məhz öyrənir. Bəli, bioloji yaş, o dedi, uşaq əvvəlcə inkişaf edir, sonra öyrənir deyir Piaget. Öyrənir. Bəli. Yaxşı. Sonra animizmə nümunə deyin. Canlı və cansız varlıqları qarışdırır da. Deyir ki, yəni kuklamın üstündə örtüm, kuklama soyuq olar, belə bir şeylər. Bəli. Ya yağış yağır, kuklam xəstələnər. Sonra 0-2 yaşda nələr olur? 0-2 yaşdan bizə danışın. Uşaq dünyanı hiss və hərəkətlər vasitəsilə, reflekslərlə öyrənir. Bu mərhələdə səs bulaşması olur, əşyalarla manipulyasiya edir, şuursuz davranışdır da, refleksiv davranışlar şuursuz davranışlardır. Əşyalarla manipulyasiya, yəni toxunaraq tanınmasıdır. Əla. Başqa hansı açarsınız? Yəni Əşya nədir davamlılığı lazım? nədir burada? Əşya davamlılığı. Aha. Əşya davamlılığı nə idi? Oy, bir anlıq yadımdan çıxdı hər şey. Hə, elə bir ki, əlindən atdığı əşyanı unudur da. Amma 8-9 ayından sonra axtarmağa başlayır. Əlindən düşdüyü əşyanı
axtarmağa başlayır. Onun görmədiyi vaxtda mövcud olur. Aha, əla. Bəli, o getdikcə o mərhələsini keçəndən sonra artıq uşaqları aldatmaq olmur. Deyə bilmirsən ki, o yoxdur, bir şey yapardı. Deyir, davay əlindədir ki, gizlətmisən, ver bura. Bu əşya davamlılığıdır. Əlindən atır əşyanı, yerindən geri istəyir, atır istəyir, atır istəyir. Çünki bilir ki, sən onu qaytarıb ona verəcəksən. Verməyəndə də konsert eləyir. Bəli. Amma Sonra 9 ayından sonra başa düşür ki, Mhm. bu mövcuddur da, Bəli. mövcud Bəs ola bilər. sentrasiya və desentrasiya nədir? Sentrasiya öz fikrinə əsas tutur da, məntiqi əlaqəni anlamır. Burada əsasən oyunlar olur, rollu oyunlar olur. Sonra qeyri-ixtiyari puzzle yığır, birdən 10-a qədər sayır, ondan 1-ə qədər qayıda bilmir. Bir də mən onu başa düşmürəm, birdən 10-a qədər sayır, ondan 1-ə O qədər elə qayıda belə bilmir. şablon olaraq verilir. Sən geri bayaqdan da neçə dəfə demişəm, geri çevirə bilməmə əməli. Bir də onu deyim. Getdiyini yeri qayıda bilmir, gətirdiyini aparıb qoya bilmir, belə deyək də. Məsələn, deyir, gələndə yolda nə gördün? Deyir, mağaza, məktəb, ağac. Qaydanda nə gördün? Deyə bilmir ki, deyir, yola qaçsan birinci hansı qabağıma çıxacaq? O şey deyə bilmir ki, ağac, məktəb, mağaza. Aydındır? Bu mənada geri çevirə bilmir. Əməliyyatları geri çevirə Mən bilmir. o sayla belə hesablayıram ki, yəni Hə, məktəbə hazırlıq qrupunun uşaqları birdən ona qədər o sayır, mənada ondan 1-ə yazılmayıb qədər də orada. O qayıdır. əməliyyatı geri çevirə bilmir. Yəni geri qaytara bilmir. Düz sayır, Başa ardıcıllığı düşdüm. geri qaytara bilmir. Bu saymaq üçün deyil əslində bu cümlə. Əslində orada prosta rəqəmlə verilir. Başa düşdüm sizi mən. Mhm. Başa düşdüm. Sonra qaldı orada nə? Konservasiyanın olmaması, Aha, nədir elə bir konservasiya? eyni sayda, misal üçün 5 dənə eyni sayda qəpik qoyuruq, biri yuxarı hissəyə, biri aşağı hissəyə, birini sıx qoyuruq, birini aralı-aralı. O elə bil aralı-aralı olanı elə bilir ki, onlar çoxdur da, ona çox görsənir. Sıx olanları deyir azdır, o birisiləri deyir çoxdur. Yəni aşağı hissədə olan qəpiklər çoxdur. Ya uzun qabda nəsə su qoyuruq, birini qısa qabda eyni ölçüdə olur ikisi də. Deyir uzun qabda olan uzun qab böyükdür də. Bəli. Balaca Yəni olan uşaq kiçikdir, uzun kəmiyyət, olan ölçü, böyükdür. miqdar münasibətlərini başa Bunları bilmir, düşmür. Bəli, başa başa düşmür. düşmədiyi üçün də Bəli, qarışdırır. qarışdırır, bəli. Egosentrik düşünmədə hər şeyin mərkəzində özünü görür də. Deyir göydə ay mənim dalımca gəlir, Mhm. əşyaların ölçüsünü aid eləyə bilmir. Bəli, hər şey bunun üçündür. Mahnı bunun üçün oxuyur, televizor bunun üçün işləyir. Nə bilim mən, mağaza onun üçün var. Hər şey mən, özüm. 3 yaş böhranında düşür bura. Özüm, hər şeyə özü deyir, bu olur. Özünü bilir. Ego, Özünü görür də bəli, mərkəzdə. egosentrik düşünmə. Hər şeyin mərkəzində özüdür. Bunu mənim üçün aldılar, bunu mənim üçün gətiriblər, bu orada mənim üçün var. Məni çağırırlar, mənim üçün gətiriblər, mənə görədir. Hər şey mən. Bu Özünü egosentrik. görür də, mən İş mərkəzçiliyidir. orasındadır ki, egosentrizmdir, sentrasiyadır, animizm, artikalizm, sinkretizm, assimilyasiya, akkomodasiya. Bunların hər biri 2-7 yaşda baş verir. Konservasiyanın olmaması, hamısı bütün terminlərin əksəriyyəti 2-7 yaş üçün keçərlidir. Mhm. Əla. O birisiləri da bilirəm induktiv düşünmə. Aha, buyurun. İnduktiv, deduktiv düşünmə nədir? İnduktiv düşünmə xüsusidən ümumiyyədir. Misal üçün alma, armudlar hamısı meyvədir. Hamısı sözü olanda Mhm. bunlar induktivə aiddir. İnduktiv düşünmədir. Deduktiv düşünmə isə ümumidən xüsusiyə. Misal üçün heyvanlar, canavar, ayı, tülkü bunlar ümumidən xüsusiyyədir. Mhm. Bəli, əvvəlcə ümumi bir şey deyib, sonra dənə-dənə haqqında Ümumi deyirik, danışıramsa. sonra Aha. bir-bir deyiriksə, onda Əla. Bəs hipotetik konseptual düşünmə hansı mərhələnin açar sözüdür? hipotetik formal əməli mərhələni. Bəli, formal əməli mərhələdir. Bəli, əla. Konseptual hipotetik düşünürlər də, Mhm. abstrakt düşünürlər, hipotetik düşünürlər. Doğru. Sonra
Provoktiv suallara cavab verirlər. Əxlaqi, problematik suallara cavab vermək, düşünmək. Məsəl üçün uşaq körpə yaşdan da, yəni mənim qrupumdakı da uşaq deyir ki, müəllimə böyüyəndə həkim olacağam. Amma uşaq izah edə bilirsə ki, mən həkim olacağam, çünki insanlara qulluq etmək, nə bilim mən dünyanın keşiyində durmaq falan filan görə səbəb izah edirsə, bu formal əməldir. Yəni düşüncəsinin dərinliyinə görə uşağın formal əməli mərhələdə olduğunu görə bilirik. Hipotetik düşünmə mücərrəd düşünmədir. Olmayan şeyləri təsvir etmək, bu haqda bir təsəvvür olmaq, belə olsaydı necə olardı, elə olsaydı necə olardı deyə düşünən düşünmə olur. Bizim deməli formal əməli İstirafda mərhələmiz. xəyali düşünür. Bəli, xəyali olmayan şeyi təsəvvür edir. Başqalarının imkanlarına görə öz imkanlarını təsvir edir, müqayisə edir və s. Elnurə müəllimə. Aha. Buyurun Elnurə müəllimə. 28. Uşaq deyir, əgər mən balıq olsaydım suyun altında necə nəfəs alardım? Bu hansı düşüncə növünə aiddir? Mən balıq olsaydım necə nəfəs alardım? Bu konkret əməliyyat, ekosentrik düşüncə, hipotenik düşüncə, Variant sinekretik oxu. Hə, düşüncə. variant. Yaxşı oxuyun. Müəllimə intuitiv düşüncə. Y. Nədir intuitiv düşünmə hansı mərhələdə? Ümumiyyətlə bu düşüncədə olan uşaq hansı yaşdadır sizcə? Bu intuitiv düşünmədə 4-7 yaş olur da. Hansı yaşda olur? İntuitiv düşünmə 4-7 yaş. Yox, intuitiv əgər mən balıq olsaydım suyun altında necə nəfəs alardım? Sizcə bu balaca yaşlı uşağın mı düşüncəsidir? Yox, müəllimə. Bu Hansı mərhələ? konkret əməliyyat. Təsvir edir. Bu sizcə necə düşüncədir? Hipotetik düşüncədə müəllimə. Hansı mərhələ? Hipotetik düşüncə. Bu bəli, mücərrəd düşüncədir. Rəsmən. Olmayan bir şeyi təsvir etməkdir. Bəli, təsvir edir. Bəli. Hipotetik. Formal əməli mərhələdir. Formal əməlindəki cavabı bir dənə C-dədir. Hipotetik. Buyurun. Hipotetik düşünmə hansı bacarığı tələb edir, ancaq keçmişi təsvir edir, mövcud olmayan ehtimal edə bilər. Mövcud olmayan müəllimə B. ehtimal olunan. Situasiyalar. Aha, 30-a baxaq. Animizmə aid olmayan variantı müəyyən edin. Oyuncaq maşın qaçdı çünki oynamaktan yoruldu. Budur, animizmdir bu. Bu kukla darıxıb, onu qucaqlamasam ağlayacaq. Bu da animizmdir. Kitab tək qalıb, istəyir tək oxuyum. Bu da animizmdir. Qələm inciyib, ona görə yazmır. Bu da mən yemək yemədiyim üçün yağış yağır. Y variantı müəllimə. Mən yemək yemədim. Aha, bu hansı düşüncədir bəs? Mən yemək yemədiyim üçün sinekretik düşüncə müəllimə. Hansı? Sinekretik. Mən yemək yemədiyim üçün yağış yağır. Bəli, hadisələr arasında yanlış səbəb nəticə. Bəli. Yanlış səbəb nəticə əlaqəsi qurulub. Piaget'in zehni inkişafı mərhələləri hansılardır? Mərhələləri hissi hərəki, sensomotor mərhələ 0-2 yaş, ilkin əməli mərhələ 2-7 yaş, konkret əməli mərhələ 7-11 yaş, formal əməli mərhələ 12 yaş. Hissi hərəki mərhələ, məsələn, uşaq dünyanı hiss eləyir, uşaq hiss eləyir. Bu mərhələdə səs bulaşması əmələ gəlir. Məsələn, gülərkən gülmək, ağlayarkən ağlamaq, əşyalarla manipulyasiya, toxunaraq əşyalarla qavraması, sonra əşya davamlılığı, məsələn, bir əşyanı
indi mövcud olduğunu düşünür, sonra isə onun yadından çıxır. Ancaq 8-9 yaşında isə onu da o məsələn əşyalar başa düşür ki, onun görmədiyi vaxtda mövcuddur həmin bu əşyalar. Sonra ertələnən təklif var. Məsələn, uşaq məsələn siz demişdiniz ki, məsələn kimsə evdə siqaret çəkmir, amma harasa gedir, orada görür, gəlir evdə onu təqlid edir. Yəni o anda eləməsə də sonra eləyə bilir, təqlid edə bilir. Belə. Refleksiz davranışlar Bəs var. əməliyyat şüursuz öncəsi, davranışlar var. əməliyyata qədərki mərhələ necə mərhələdir? Əməliyyat öncəsi, əməliyyata qədərki mərhələ 2-7 yaşı əhatə edir. Bu mərhələ özləri də həmin mərhələ də uşaqlarda söz ehtiyatı 200-dən 2000-ə yaxın olur. Məsələn, onlarda həmin ilkin əməli mərhələ özü iki yerə ayrılır. Simvolik və intuitiv mərhələ. Simvolik mərhələdə uşaq məsələn çubuğu alır, ah kimi sürür, sonra qutudan ev düzəldir və məsələn qaşıqdan telefon kimi istifadə edir. Sonra intuitiv mərhələdə isə uşaq çoxlu suallar verir. Nə üçündür, necədir, sualları verir. Həmən bunlarda miqdar, ölçü, məkan anlayışları yəni eyni deyil də. Məsələn, suyu tökür, geniş stəkanı çox hesab edir, hündür stəkanı az hesab edir. Sonra artikalizm dünya insan tərəfindən yaradılmasını bilir. Məsələn, yağışın elə bilir ki, anası yağdırır. Məsələn, ulduzları elə bir atası göyə düzdürübdür. Sonra sinkretik düşünən uşaqlar, onlar məsələn hadisələri elə arasında yanlış əlaqələr qurur. Məsələn, yağış yağdı çünki mən ağladım. Belə, müəllimə. Animizm canlı və cansız aləmi bir-birinə qarışdırmasıdır. Bəli, deyin, onları da deyin. İnduktiv düşünmə xüsusidən ümumiyə düşünmədir. Deduktiv düşünmə isə ümumidən xüsusiyə düşünmədir. Məsələn, induktiv düşünmədə məsələn alma, armud, nar, əncir bunlar hamısı meyvədir. Bu induktiv düşünmədir. Əla. İnduktiv düşünmə hansı mərhələdə oldu? İnduktiv düşünmə konkret əməli mərhələdə. İnduktiv düşünmə, bəli, konkret əməli mərhələdə. Bəs deduktiv düşünmə? Deduktiv düşünmə də konkret əməli. Yox, deduktiv düşünmə formal əməli mərhələdədir. Bəli. Bu da formal əməldir. Əla. Mən dedim ki, bölgünü gördüm müəllimləri, o cür bölgünü apardım, çox oxutdurdum, qalmadı. Buyurun. Bəzən az oxutduranda da sual qalır. Ona görə istəyirəm ki, qalmasın da, hamısını toxunaq burada. Buyurun. Uşaqlar ətrafdakı obyekt haqqında daxili zehni obrazı və təfəkkürləri qurmaq, onlarla hərəkət etmək bacarığı hansı mərhələdə əldə edilir? Uşaqlar ətrafdakı obyektlər haqqında daxili zehni obrazları və təsəvvürləri qurmaq, onlarla hərəkət etmək bacarığı hansı mərhələdə hərəkət edir, mərhələdə əldə edirlər? Bu, məncə, bu konkret əməli mərhələdə deyilmi müəllimə? Yox, qəşəng bir dənə də oxuyun, gör nə deyir. Uşaqlar ətrafdakı obyektlər haqqında daxili zehni
obrazlar və təsəvvürlər qurmaq, onlarla hərəkət etmək bacarığı hansı mərhələdə əldə edirlər? Daxili zehni obrazlar və təsəvvürlər qurub, Bəli. onlarla hərəkət edirlər. Bəli, bəli, Nəyi bəli. xatırladır sizə? Bu bir balaca xatırlı ilkin əməli mərhələdə müəllimə. Ay, sağ ol. İlkin əməli mərhələdə nəyi xatırladır? Burada elə bil ki, öz düşüncələrinə gətirirlər də uşaqlar. Bəli. Monolojik Deyir, ümumiyyətlə təsəvvürlərini, obrazlarını qururlar, onlarla da hərəkət edirlər. Bəli. Simvolik və rollu oyunları nəzərdə tutur burada. simvolik oyunları Cümlə olur. elmidir, intuitiv. cümlə mürəkkəbdir, Bəli. amma yaş Buna görə. əməliyyata Yaş oldu qədər. 2-7 yaş. Yəni. Bəli, əməliyyata qədər ki, bax nə deyir? Zehni obraz və təsəvvür qurub onlarla hərəkət edirlər. Yəni Bəli. təsəvvüründə canlandırırlar, sonra da onunla işləyirlər. Buna da deyirik biz rollu Bəli. oyunlar, simvolik oyunlar, sihirli əlaqə, sihirli düşünmə 2-7 yaş. Bəli. Hı. Öz gözləri ilə görürlər hər şeyi. Bəli. Düşünürlər ki, Bəli. dünya yalnız öz gözlərində görürlər də bu mərhələdə. Doğru. Məlumat. Sizə biraz şifahi suallar verəcəm. Olar müəllimə? Aha, çünki test dediyim kimi qalmadı. Gələn dəfə dirbaş olun. Yaxşı. İnşallah. Vygotskyni hələ indi keçmişik. İstədim Vygotskydən sual verim. Aha, sentrasiya nədir? Sentrasiya mərhələdə? öz fikrini sentrasiya ilkin əməli mərhələdədir müəllimə. Nə Öz deməkdir? fikrini Hə? Nə öz deməkdir? fikrini əsas tutaraq hadisələr haqqında nəticəyə gəlməkdir müəllimə. Bəli. Hansı mərhələdə oldu? Hansı yaşda? Bu ilkin əməli mərhələdə 2-7 yaşı əhatə edir. 2-7 yaşı əhatə edir. Bəs yaxşı. Yəni öz fikrini yəni bu mərhələdə Assimilasiya, akkomodasiya nədir? assimilasiya dediniz müəllimə. Assimilasiya uyğunlaşmadır da müəllimə. Uşaq bütün 4 ayaqlı heyvanları, yəni tutaq ki, gördüyü 4 ayaqlı heyvanları itə bənzədir. Yəni bu assimilasiyadır, uyğunlaşdırmadır. O deyildir müəllimə assimilasiya? Bir də nə dediniz müəllimə? Yaxşı. Bəs orada nə var idi başqa? Konservasiya necə başa düşmüsünüz? Konservasiya buydu ki, yəni konservasiya da yəni bir şey qəpik pullar tutaq ki düzülür. Çox gördüyünü uşaq deyir ki, yəni bu doğrudur da. Yəni bir şeyin olmamasıdır, yəni düşüncəsində qavramamasıdır. Yəni bu mərhələdə bu konservasiyanın olmaması zaman anlayışı formalaşmırdı uşaqda. Təkcə zaman Bu yox, haqqında ölçü, kəmiyyət, miqdar. Bəli. Yaxşı. Qorxu təşvişi olur. Hansı qrupda, hansı yaşda? Qrup deyirəm. Qorxu təşvişi olur hissədəki mərhələdə. Anadan ayrılır elə bil ki O uşaq. ayrılıq təşvişidir. Qorxu təşvişi də ilkin əməli mərhələdə olur. Bəli. Uşaq beynində sürətli hesablama edə bilir. Bu formal əməli, konkret əməli mərhələdə. Sürətli hesablamalar beynində çevik sürətli. Bu formal əməli mərhələdə. Bəli, bu formal əməli mərhələdədir. Bəs yaxşı, induktiv, deduktiv düşünməni necə ayırırsınız? İnduktiv təkdən cəmədir müəllimə. Bu konkret əməli mərhələdədir. Deduktiv formal əməli mərhələdir, cəmdən təkədir. Bəs yaxşı, indicə unutdum beynimdə. Animizm, atikazm və sinkretizmi necə bir-birindən fərqləndirsin müəllimələr? Bəzən oxşadırlar. Animizm canlı və cansız varlıqların qarışdırır. Yəni kukla küsübdür, yəni tutaq ki, yəni mişqam acıqdır, belə fikirləşir. Animizmdir. Atikalizmdə dünya insan tərəfindən yaradılmasından fikirləşir bir uşaq.
Yağış, tutaq ki, yağışı deyir, atam yağdırır, günəşi anam qoyub göyə, belə fikirləşir, artikalizmdir. Hı. Sinektirizmdə, yəni məcazi mənada fikirləşir uşaq sinektirizmdə. Qızıl əllər, yəni tutaq ki, belə fikirləşir müəllimə. Səhər yeməyimi yemədim deyə, yəni yağış yağdı, belə fikirləşir. Bu sinektirizmdir. İlkin əməli mərhələdə olur. Əla. Yaxşı. Piaget'in fikirlərindən bəhs edin bizə. Piaget zehni inkişafı mərhələlərini araşdırarkən nə deyib? Yəni nəyə əsaslanır onun ideyaları? Piaget deyir ki, əvvəl zehin inkişaf edir, sonra uşaqda öyrənmə baş verir. Aha. Zehin inkişaf minimaldır deyə Piaget deyib. Bioloji nikdir Piaget'də. Sonra Yəni sonra Piaget uşaqların öyrənməyin əleyhinə idi. Yəni hər şey uşaqlar öyrətməyin yəni əleyhinə. öyrənsinlər. Aha. Öyrətmək, bəli. Deyirdi ki, özləri öyrənsinlər də. Aha. Sonra Sonra praktikanı əsas götürürdü Piaget. Oyunlara rol verirdi. Öz fikrinə deyirdi, əsas götürsünlər Piaget. Buna görə uşaqların üstündə müşahidələr aparır. Ona görə 4 mərhələyə bölür Piaget. Əla. Sonra burada başqa Nə qaldı? Bax, hansı hissəsində çətinlik çəkirsiniz? Ümumiyyətlə, Piaget'lə aranız necədir? Piaget ilə aram indi yaxşıdır mən. Bu ilkin əməli mərhələlərini qarışdırırdım. Orada animizm, artikalizm. Anladım da. Bunlar hamısı sehirli düşünmədir. 2-7 yaşda uşağın sehirli düşünməsi onun bax bu cür fərqli-fərqli ideyaların olmasıdır. Yəni Piaget özü araşdırarkən görür ki, uşaqlar fərqli yaşlarda eyni suala, eyni hadisəyə fərqli münasibətlər göstərirlər və o bunu araşdırıb. Araşdırarkən də görür ki, həmin yaşda bütün uşaqlar, yəni fərq yoxdur da, nə bilim, filan kəsin, bəhmən kəsin, qonşunun, qohumun uşağı hamısı bu mərhələlərdən eyni formada keçirlər. Sadəcə olaraq Müəllimə, biraz tez, biraz geç, bəli. bu akademasiya ilə desentrasiya var. O 7-11 yaş əhatə edir Piagetdə. Akkomodasiya ilə desentrasiya bəli, akkomodasiya yox, elə 4-7-də. İntuitivin içində. Başqalarını Aha. nəzərə almadım. Bəli, artıq o hardasa formalaşır. Yəni bax, məsəl üçün, sizdə də olmamış olmaz. Bağçaya gələndə adətən sentrasiya düşür 3 yaş böhranına. Bağçaya gələn Bəli. uşaqlarınızın içində var da, anası səhər-səhər paltar geyindirib gətirəndə qırğınla, dava ilə gəlir. Var. Hə, Çingirdə qanqaraçılıq. Çünki onu istədik geyindirilməyib. Aha. Bu sentrasiya, amma sonra artıq, yəni müəyyən yaşdan sonra biz nə alırıq, uşaq onu da geyinir, düzdür? Bir müddət. Bəli. Sonra da biraz özü Düzdür, formalaşandan sonra formal əməldə başlayır özü dəblə geyməyə. Gedir, nə bilim, boz şalvar, boz ayaqqabı aldırır bizə ki, hə, uyğun gəlmir amma sən düz almırsan, mənə də apar. Amma bir yaşa qədər biz özümüz idarə edirik. Özünü aparmırıq bazara. Niyə? Mağazaya. Çünki bilirik ki, dilli çiçəkçiləri alırlar, ya nə bilim, rəngli, bəzəkli. Ay sağ ol. Ona görə özümüz alıb gətiririk. Elə ki, özünü formalaşdı artıq, yəni 11 yaş, 10 yaş yuxarı, artıq onun özünün bir zövqü, bir fikri, bir nə bilim, bacarığı formalaşır və seçim eləyir. Amma aşağı yaşda seçimi ona buraxanda ya da onun özünün bir ideyası olanda aləm dəyir bir-birinə. Bu olur sentrasiya. Yəni heç kim səninlə razılaşmır. Başa düşə bilmirsən. Bəlkə də paltar əynində balacalaşıb. Yəni mümkün deyil ki, 2 ayağın bir baş. Təsvir nümunə buradan daha izah asan da olunurdu. O mənada bunu nümunə göstərirəm. Sentrasiyada ancaq öz fikrini əsas tutur, başqalarının fikirlərlə də razılaşmaq istəmir. Amma desentrasiyada artıq nə desən razılaşır. İzah edirsən, başa düşür. Konkret əməli mərhələdə. Amma siz dediniz akkomodasiya, əvvəlcə assimilyasiya baş verir. Bəyəm uşaq 7 yaşa qədər qurbağanı balıqdan ayıra bilmirmi? Ayırır. İntuitivdə ayırır, simvolikdə ayıra bilmir. Mən özüm o vaxtı belədir. Suda olduğu üçün hər şey onun üçün balıqdır. Bəli. Sonra artıq 4 yaşı, 5 yaşı uje orta qrupdan. Biz keçirik də bunu məşğələlərdə. Bu balıqdır, tısbağadır, tısbağa da su canlısıdır, bu ilandır, bu kərtənkələdir, kərtənkələnin başı belə olur, ayağı belə olur. Öyrəndəndə öyrənir. Amma öyrənməsə, o elə kərtənkələyə də ilan deyir, soxulcana da ilan deyir, düz deyil?
Soxulcana ilan deyirik də, uşaqlarımız deyirlər. Oxşuyur axı, şəkildə də oxşuyur. Real görünür ki, uşaq. Real ancaq o halda görə ki, ikisini yan-bayan qoyarsan, hə, onda ayıra bilir uşaq. Amma belə də ayıra bilmirlər. Bəli, müəllimə. Hmm. Sonra başqa nə qaldı orada? Aha. Yəni əsasən o düşüncələrin formalaşması gəlir düşür Əsasən 2-7 müəllim yaşa. Piaget'in ilkin əməlli mərhələyə aid çox şey düşür. Hı hı. Məncə elə fikirləşdim. İlkin əməlli mərhələdə Bəli, olur bu ən dəyişiklik. çox bəli. Ay, öyrənmə çünki artıq baxın nə deyir? Mərhələnin adına baxın. İlkin əməliyyatlar mərhələsidir mərhələnin adı. İlkin əməliyyatlar mərhələsi. Bəli, ona görə də bu mərhələdə çox dəyişiklik, çox inkişaf bax burada baş verir. Konkret əməldə konkretləşmiş əməliyyatlar mərhələsidir. Əməliyyatlar artıq konkret hal almağa başlayır. Formal əməldə isə formalaşmış əməliyyatlardır. Artıq onun özünün ideyası, düşüncəsi, dini fikirləri, dünyəvi sülhlə, müharibə ilə, dinlə, İslamla, hicabla, namazla bağlı, ölümlə, dirimlə, dünya, kainatla bağlı özlərinin artıq formalaşmış fikirləri, təzahürləri var. Amma konkret əməldə hələ ora çatmayıb. Sual verir, amma özünün ideyası yoxdur. Hələ tam konkretləşir, ancaq bildiklərinə bilir də, yəni. Sayıb o dili ümumi xüsusidən ümumi nəticə çıxara bilir. Amma formalda ümumidən xüsusi nəticə çıxara bilir. Dindən danışarkən, dünyadan, sülhdən, müharibədən, nə bilim, oradan, buradan bax bu cür fikirlərini əsaslandıra bilir. Əla. Yəni zehni inkişafın bu mərhələləri hamıda hər yerdə belədir. Əslində doğrudan da belədir. Elə də